Dünən yayınımda biri Allaha söydü. Bu təkcə mənə yox, milyonlarla inanclı insanlara qarşı təhqirdir. Açıq deyirəm, mən bu alçaq hərəkəti qətiyyən qəbul etmirəm və onu edən şəxsi sərt şəkildə qınayıram. Heç kimin haqqı yoxdur, müqəddəs dəyərlərə Dil uzatsın. kim olursa olsun yayınımda belə hörmətsizliyə yer yoxdur. Və uşaqlar video kaydını göstərirəm sizə. Başlayıram. 2 nəfər indirsin uşaqlar. 2 nəfər indirsin ki. Kimdir bu söyüş yazan? Hayda bu nətər insanlar deyə bunlar. Allah'a söyleye bu, Allah'a söyür. Qaqa sən nətər insansan hala gedib Allah'a söyürsən hə. Sən qaqa ayda Allah'a söyür bu nətər insandır qaqa. Söymək istəyirəmsə söymək istəyirəm Allah'a qısa amma yayındayım deyə söymürəm. Hər kəs bilsin, dinə söyənə, susan ona ortaqdır.